nə vaxtdan çəkmirəm. Çox balaca bir spoiler verəcəm. Fevral ayını tezliklə gözləyirəm. Niyə də olmasın? İndi gəlib kollektivimizə yoxlayıb. Çox təşəkkür. Hamınıza salam, video və kanalıma xoş gəlmisiniz. Bugün sizlərə gündəlik bir vlog çəkirəm. Düşündüm ki, nə vaxtdan da çəkmirəm, həm maraqlı olacağını da düşünürəm açığı. Çünki nə vaxtdan çəkmirəm. Qısaca belə deyim, saat 10-da bugün mənim hazırlığım var idi. Hazırlıqdan çıxdıqdan sonra isə sizə bir yerdə Gənclik Mola getdik. Əslində ağlımda almaq istədiyim bir şey yox idi. Sadəcə getdim, baxdım, dedim xoşuma gəlsə, onsuz vlogda sizə görəsiniz. Çox balaca bir spoiler verəcəm. Fevral ayında sizə çox qəşəng bir vlog gələcək. Mənim üçün əslində bir yenilik deyil, amma sizin üçün təbii ki bir yeni bir vlogdur. Bunu daha öncə heç çəkməmişəm. Baxmayaraq ki, bunu daha öncə deneyimləmişəm, amma vlog olaraq çəkə bilməmişəm. Çünki o zamanlar kanalım yox idi. İndi isə kanalım olduğu üçün və siz olduğunuz üçün artıq istədiyim bir şeylər vloglaya bilirəm. Ona görə fevral ayını tezliklə gözləyirəm. İndi isə uzatmadan istəyirəm artıq sizə aldıqlarımı göstərim. Bu alışverişin əslində əsas məqsədi belə deyək, fevral ayı üçündür. Çünki ağlımda bir neçə parça var idi almaq istədiyim. Əslində gedərkən ağlımda yox idi. Sadəcə gedib gördükdən sonra ağlıma gəldi. Əslində Gənclik Mola gedəndə ağlımda yox idi almaq istədiklərim. Sadəcə gedib baxdıqdan sonra artıq ağlıma bir neçə fikir gəldi. Və mən də dedim, niyə də olmasın? İndi isə artıq dərsim bitdi. Saat 10-dan 11-ə qədər dərsim var idi. İndi isə praktikdəyim hal-hazırda bu şəkildə. Deməli, gedirik Gənclik Mola. Nə üçün gedirik, niyə gedirik bilmirəm. Sadəcə belə, sadəcə gedirik Gənclik Mola. Bir şey tapsaq, bəyənsəm, alaram deyə düşünürəm. Amma tapsam, o da heç ümid etmirəm. Belə. Sizlərə bir yerdə görmüş olduğunuz kimi New York'dayıq və bir iş üçün belə deyək. Yəni o iş deyəndə sonra vlogu fevral ayında gələcək təbii ki. Onu desəm spoiler vermiş oluram, vermək istəmirəm. Ona görə belə bir şeydir. Deməli belə bir sweatdir, belə bir crop və belə bir eşofman. Hamısını boz seçdim. İndi isə geyinib gəldim. Deməli sizə göstərim. Kötlə görsənir. Bu arada bu hamısını özüm dəstəkləşdirmişəm. Bu fərqlidir, bu fərqlidir. Bir də bu içindəki tamam fərqlidir. Bu biraz türkdür bu rəng olaraq. Onun fərqindəyəm amma bilmirəm. Deməli, bu ihtimal ki, bunların üçünü də götürəcəm. Amma üstü dəyişdirə bilərəm, bilmirəm. Üstü yenə boz, sadəcə daha biraz fərqli. Qısaca sizə aldıqlarımı göstərəcəm. Əslində çox bir şey tapa bilmədim. Tapdıqlarımdan başlayıram. Bu arada göstərəcəklərimin hər biri New York'dəndir. Bunu əslində eşofman deyirlər. Düşünürəm Azərbaycanda da belədir. İçini bu şəkildə seçdim. Çünki bunun da bir nədəni var. Nədənini təbii ki vlogda görəsiniz. Yəni çünki düşünürəm ki, hələ bu seçdiyim belə daha azdır. Çünki üşümə ehtimalım qat-qat çoxdur təbii ki. Amma çox da qalın istəmirəm. Üşünmərəm deyə düşünürəm. Bu sözlər də bu arada o vloga spoilerdir. Əslində istəyirəm ki, fevral ayındakı vlogu açıq təxmin edəsiniz. Yəni bəzi cümlələrdə gördüyünüz kimi sizə balaca da olsa spoilerlar verirəm. Dediyim kimi daha öncə o vlogu çəkməmişəm və
cümlələrdən eşitdiyiniz kimi soğuk olacağını deyirəm. Sizə necə bir vloqdur təxmin etməyə çalışın. Şərhlərinizi yazmağı unutmayın. Çünki hər birini oxuyub cavablayıram. Əslində düz təxmin edə bilərsiniz. Amma nəsə təxmin edəcəyinizi düşünmürəm. Çünki bunun söhbətini əslində daha çox vloqlarda aparmamışıq və ağlınıza gələcəyini düşünmürəm. Amma tapa bilənləriniz ola bilər, niyə də olmasın. Eşofmanla bunu özüm dəstəkləşdirmişəm bu arada. Normalda bunlar tamam ayrı idi bir-birindən. Bu şəkildə belə bir sweat və son olaraq isə belə bir crop. Üçü də bunun boz rəngdədir. Bu crop digərlərinə baxanda biraz daha tünd bozdur, amma tapa bilmədim. Mən əsasən belə sweatlərin altına ya crop ya kofta tarzı şeylər geyinirəm. Çox vaxt belə qısa croplar olur. Çünki həm üşüməməyinizə kömək eləyir, həm də ki daha rahat olduğunu düşünürəm. Və bu şəkildə idi hər biri. Üstünə əlavə edəcəyim bir neçə şey daha var əslində. Əgər bu əlavə edəcəyim 3 şeydən birini daha belə göstərsəm, siz artıq fevral ayındakı vloqu təxmin etmə ehtimalınız çox artır. Ona görə göstərməyəcəm ki, marağı qaçmasın ən azından. Biz vloqa davam edirik. Aldıqlarım bu qədər idi. İndi isə sizə bir yerdə gedirik rəsmə. Biz belə rəsm qrupumuzda belə gəzib, eləmək, fərqli yerlərə getmək və s. çox sevirik. Çünki çox maraqlı olur. Düşünürəm ki, çox yaxşı kollektivimiz olduğu üçündür bu. Çünki hər kollektivdə məncə belə olmur. Yəni kollektiv olur, amma bu qədər maraqlı olmur deyə düşünürəm. Amma təbii ki, kollektivdən kollektivə dəyişir. Görüb və çəkdiyimiz işlərdə ən az gəzib gördüyümüz yerlər qədər maraqlı olur deyə düşünürəm. Düşünmürəm, əslində həqiqətən elədir. Siz də gəlib yoxlaya bilərsiniz. Əgər ki, gəlib kollektivimizi yoxlayıb eyni zamanda gördüyümüz işləri deneyimləmək istəsəz belə deyək, şərhlərdə yazın, mən sizə geri qalan məlumatları təbii ki verəcəm. Konumu və s. çox yaxındır. Xırdalıqda qalarsa böyük ehtimal ki bilərsiniz. Heydər Parkının üzbəüz yerləşir bizim konum. Yəni çox asan bir yerdədir, asanlıqla tapılan bir yerdədir. Dediyim kimi, kimə maraqlıdırsa, kim gəlib yoxlamaq istəyirsə, şərhlərə yazsa, sizə daha detallı məlumat verə bilərəm. Bir şəklin özünü düzəltmir bu. Sən normal variant. Düzgün çəkimdən olur. Çox qəşəngdir axı. Ledi Sultan'a gidilecek. Çok qəşəngdir. Antik bir vibe verir. Bunlar da renklər necə var? Çok qəşəng. Çok geçmeyecek. Ayrı cumhuriyet dini oraya. Çok qəşəngdir.